Herkese selam, kanalımıza hoş geldiniz canlarım. Bugün sizinle birlikte taşınıyoruz aynen. Bizi senelerdir bu gördüğünüz evden artık ayrılma, taşınma zamanı geldi. Kendimize yeni ev aldık. Ev turu da burada olacak. Artık gözünüzü sayfamdan ayırmayın çünkü sizinle her bir detayı paylaşacağım. Evin halını size böyle göstermek istedim. Bütün evi kolilemişik canlar. Görüyorsunuz burada kimler varmış. Buy! Buy! Dur dur. 1, 2, 3. Oy, burada kim varmış? Twerk yapalım. Disco. Taşınıyoruz vol 2. Part 2. Part 2. Və burayı da belə göstərim. Paltarımızı yığmışıq, korobkaları yığmışıq. Çamadanların içi doludur. Yamaçefenin oyuncaqlarını yığmışıq və çox həyəcanlıyıq gördüyünüz kimi. Çox həyəcanlıyam həqiqətən də. Çünki ilk dəfədir biz köçürük. Mən bura gələndə, yəni ev, hər şey hazır idi. Ay, yıxılmışdım. Hər şey hazır vəziyyətdə gəlmişdim də. Yəni heç vaxt belə bir taşınma aşaması görməmişdim açığı. İndi də elə oldu ki, yəni hər şey üst-üstə gəldi. Biraz da sizə bu vlogda pis xəbərim də var, yəni əslində qaynatamla bağlı. Onu ən sonda açıqlayacağam. Bu vlogda belə birazcıq evi taşımağımı falan görəcəksiniz və həyatımızda nələr olur, nələr baş verir. Hər birini sizə anlatmağa çalışacağım. Həqiqətən birazcıq pis dönəmdən keçirik ailə olaraq. Amma evimizi aldığımız üçün də çox xoşbəxtik. Bir yanımız necə deyim belə üzgün, bir yanımız isə sevinclidir. Qaynatamla bağlı xəbəri sizə sonda verəcəm dostlarım. Evet, arkadaşlarımıza bir selam ver ya. Küs müyüz? Hüseyin. Evet, hayır küs değiliz. Ama çok yorgunuz valla. 3 gündür öyle böyle uğraşmıyoruz yani. Mahvolduk. Halimizden de anlıyorsunuz. Evden dışarı çıkamıyoruz. Evet. Yardıma gelmek isteyen varsa gelsin diyeceğim ama siz bu videoyu izlerken biz muhtemelen yerleşmiş olacağız. Aynen. O yüzden bizi takip etmeyi unutmayın. Burada da yamaç var. Yamaçımız olası şimdi size böyle göstereyim. Bugün hazır olursa her yeri göstereceğim. Burası çamaşırxanamızdır. Kurutma makinesi aldım bu arada. Ne yapıyorsun? Evimizi böyle bir kısmını göstereyim size istedim. Tam halını birazdan göstereceğim. Burası terasımızdı kızlar. Necedir? Burada mangalımız var. Bura böyle. Balkonumuzu bura taşımışıq. Bura kuxnamızdır. Bura oturma qrubu aldıq təzə. Burada mənzərəmizdir. Canlar, bu ara bilirəm ki burada aktif değildim çünkü köçməklə məşğulduq. Biz ay yarım öncə ev almışıq. O bir evimizdə kiraya verəcəyik bu arada bilginizə. Daha böyük evə keçmək istədik. Bilirsiniz ki, hətta bir-iki videoda demiş ola bilərəm, ən böyük xəyalım ev almaq idi. Nəhayət ki 27 yaşımda Türkiyədə ev aldım. O qədər sevinirəm, o qədər sevincliyəm həqiqətən də. Rəbbim istəyən hər kəsə, amma hər kəsə qismət eləsin. Gəlin getdiyi ölkədə baş çıxara bilməyi. Çox sevincliyəm həqiqətən də. Kanalıma abunə oldunuz mu? Abunə oldunuz mu kanalıma? Unutmayın ha. Unutmayın. Hə? Bu ne ya? Bitmiyor ya. Bitmiyor. Onlar için. Ana benim ayakkabım var. Hiç giymedim onu biliyor musun? Abi 500 tane ayakkabı koyduk yeter ya. Bizim paraları... Ayakkabı dizmekten artık yani var ya. Arkadaşlar aranızdan bir kişiye bu ayakkabıyı... Lan yürü! Hiç giymedim biliyor musun bunları? Aa bir tane video geldi aklıma. Ne geldi? Mağazada oğlan gelir, sonra kadın da ayakkabı seçiyor. Bir daha bu ayakkabıları geri mi atacağız ortalığa? Yok ondan değil, hayır. Oğlan elə bir ki gelir mağazada, karısı ayakkabı alır. Tamam, oğlan hayal da, ediyor dur, böyle. Dur, hayır, bir dur anlatayım. Ayakkabı seçerken evden kızın eski, yani hiç giymediği aynı bunun gibi bir ayakkabıyı getir. Kız der, aa ne güzeliymiş, bayıldım deyir buna deyir. Sonra oğlan, kız da ha deyir, bayıldın deyir, ha deyir, evde kalmıştı deyir, 3 sene önce almıştık deyir, bunu deyir giyersen at. Çok günler bizim, ben gerçekten tanışabilmedim indi. Arkadaşlar gülenler lütfen bir gülücük koyabilirim. Tam burada lütfen. Ama komik videoda aslında. Yoruldum. Qaynanam gil bizdədirlər. Yedik, içdik.
Dedim size de gösterim. Ben tahminimce Selam. Burada etlerimiz var. Sizi YouTube'a çekiyorum. YouTube'a selam söyle. arkadaşlar merhabalar. Terasımızdaki mangal keyfine hoş geldiniz. Babamız iyi, çok şükür. Ayaklandı. İlk geldiği yerde bizim evimiz oldu. Beğendin mi baba evimizin misafirperverliğimizi bugün? Beğendin mi? Çok güzel. Dinleyiciler herkes lütfen bir geçmiş olsun yazsın. İyi günlerde oturmayı nasip etsin kızım valla. Teşekkür ederiz baba. Teşekkür ederiz baba. Anne sen de söyle bir şeyler. Güzel kızım, Allah hayırlı uğurlu etsin. Teşekkür ederiz. Nazarlardan Sağ olun. Şöyle göstereyim size. Yemeklerimizi yedik de. Şimdi de aklıma geldi size çekmek bir şey. Burada da oğluşumuz var. Oğluşumuz desene kanalımıza abone olmayı da unutma. YouTube burası. Size belə göstəreyim. Deməli terasımızı birazcık dağınıq ola bilər. Bayaqlarım burada çünki oturmuşduq, yığışdırmağa çalışdım yenə də. Manqalımız hələ ki burada da hava çıxsın deyə. Buranı belə açmışıq. Burada çox gözəl belə bir avizemiz də var qızlar. Necədir? Fikirlərinizi hamınız yazın. Hamı ən çox terası bəyənir bu evdə. Burada belə moykamız var qızlar. Bütün elə bil air fryer, ondan sonra bu blender zadı bura gətirmişəm ki, bu kofe makinəm. Səhər dururam, yayına girmədən içib dedim kofemi falan şey eləyim. Burada ayrıca qab-qaşıq qoymuşam. Yamaçın bu maşını. Burada da skuterimiz var. Bu Yamaçın bu oyuncaq dolabı. Çünki oğlum oyuncaqlarla oynamır. Buranı da belə dizayn eləmişik. Belə göstərim sizə. Bura üst qatdakı hamam tualetimizdir. Belə göstərim hətta sizə biraz. Deyirsən bunu yaxınlaşdırmışam, yox. Hə, belə göstərim sizə. Burada da mən varım. Burada belə şkafımız. Bunları təzə almışam. Instagramdakılar gördülər. Burada yataq otağımız. Burada həmçinin biraz daha hələ bir şeylər var. Bunları qoyacağım. Burada da bir dənə duş var. Ebeveyn banyosu deyilən. Burada qardırobum, salondakı pərdələrim yadınızdaca bura gətirmişəm, amma çox qəşəng uydu. Bura belə, hələ ki bura təzə şeylər alacağam. Köhnələrini heç birini istəmədim, bir dənə dəst gətirmişəm sadəcə. Belə göstərim sizə, zaldakı pərdələrimi bura gətirmişəm. Çox gözəl yaraşdı da, elə bilirəm. Baxın, dəstim belədir qızlar. Bu şəkildə, bura bir dənə boya aynası gələcək. Bu şəkildə bura gələcək muhtemelen. Bunu məsələn təzə almışıq. Belə göstərim. Belə sallanır. Burada belə taxtım, şeyim, termom, qardolabım. Burası isə çamaşırxanadır. Özümə təzə qurutma makinesi almışam. Bir dənə şərəkli də şalvarım. Elə indi Hüseynim Lacoste tişörtünü atmışam. İnşallah ki balacalaşmaz, ürəyim partlayır bu dəqiqə. Çamaşır makinem və çamaşır. Yəni burası oxşub çamaşırxanadır. Belə göstərim hətta. Bir ay durmağım əzilmişdi. Burada Yamaç Efe'nin otağı biraz dağınıqdır. Bilirsiniz ki təzə yerləşirik. Yəni 4 gün olub. Yamaç da bu oyuncaqlarını falan töküb. Buranın atası belə dizayn elədi. Bir çox maşınlarını bura düzmüşdü. Amma Yamaç bunların hamısını anasını ağladıb təbii ki də. Burada belə kitablıqımız var. Mən sevdiyim oyuncaqlarını. Bax bunu bibim almışdı. Bunu mamam almışdı. Heç unutmuram. Bu arada bunu da balayında almışdıq. Hələ oğlumuz olacağı bəlli deyildi. Amma mən oğlan uşağını o qədər çox sevirdim. Demişdim ki, oğlumuzun otağının olacaq demişdim. Oğlum olacaq demişdim. Oğlum da oldu. Buradan belə düşürük aşağı. Bu üst qat idi. Ev dubleksdir bu arada qızlar. Burada balayında çəkdirdiyimiz şəkil var. Bodrum 2020 yazılıb. Burada deməli evdə ilk girən yer kuxnamdır qızlar. Yenə dedim ki, biraz dağınıqdır, bayaq yeyib içmişik deyə. Kuxna meblimiz sizə belə göstərim. Tam səmimi fikirlərinizi yazın. Çox xahiş edirəm, qəlb qırmadan. Çünki təzə evimdir, bilirəm çox gözəldir.
qüsur yoxdur, amma yenə də fikirlərinizi bilmək istəyirəm. Bura balkonumdur, gecə mənzərəm belədir, qızlar. Zalım var, deməli. Yox, şey yapma, mən səni çəkməyəcəm. Bura zalım var, belə. Dur annem, dur yapma yamaç. Pərdələrim yeni. Sən çəkməm anne, merak etmə. Qaynanamın başı açıqda dedi, çəkmə qızlar. Baxın, bura zalımdır belə. Amma qonaq zalıdır bu, avizələrim yenidir. Lan başım acık getir çitimi. Bax hələ. Dur belə çəkdim anne, merak etmə. Bismillahirrahmanirrahim. Bu Hüseyin nə edir burada yerdə? Qaynatamla Hüseyin yatıblar. Şöyle göstərim. Qaynatam bilirsiniz ki, təzə əməliyyat olub. Burası oturma otağımdır. Zaldakı lüsturu bura gətirdi uşaqlar. Belə burada divanım, kondisionerim, Hüseyin yerdə yatır. Belə. Bura PlayStation 5-i qoyduq, yamaçın otağında PlayStation 4-ü qoyacağıq. Burada qonaqlarım üçün olan tualetimdir. Aşağı mərtəbədədir bu. Buranı çox güman ki, biz çox istifadə eləməyəcəyik. Bura təmiz qalsın istəyirəm ki, qonaq qaram üçün. Bura təzə şeylər almışam, onlara falan bu tualet kağızlarını falan qoyacağam. Necədir? Yerə bunları da təzə almışam bu arada. Burada bizim şeydir. Baxın, mən bura bütün ayaqqabılarımı, kabloklarım, botlarım, ondan sonra çantalarım evdən çıxarkən rahatca geyinib çıxım deyə. Burada da qonaqlar üçün yenə canamazlar, əl üz dəsmalları, nə bilim, burada yastıqlarım, belə səliqəli. İndi bilmirəm səliqəli mi düşür, səliqəsizmi? Bunların hamısını sağ olsun Hüseynin dayısı qızı mənim çox yaxın rəfiqəm. Bu slat belə qəşəng yığıb. Mən əsla belə qatdalaya bilmirəm. Burada da belə gördüyünüz kimi kladovkam var. Baxın, bacınız nə turşu qoyub, ay qız. Özüm eləmişdim bundan 4-5 dənə. Özüm. Bunda şəkərbur 34 səhifəsindən zakaz edirəm. Bax, alça turşusunu da özüm eləmişəm. Bunda şəkərbur 34-dən İstanbuldan gətirmişəm. Bunlar da skuşonlar, Azərbaycan məhsullarının hamısını oradan. Gözəl söz yazan hər kəsə şimdiden çok teşekkür ederim. Hepinizin güzel kalbinden öpüyorum. Sizleri çok seviyorum. Rabbim isteyen herkese en güzeline nasip etsin inşallah. Sizleri öpüyorum. Kanalıma hala abone değilseniz hemen abone olun ki bu evde daha size çok videolar çekeceğim. Sizleri çok öpüyorum. Kendinize çok iyi bakın. Videoyu beğenmeyi, kanalıma abone olmayı unutmayın.